burada futbolcularıma təşəkkür etmək istəyirəm. Bugün mümkün futbol şəraitində göstərdikləri əzmkarlıq və peşəkarlığa görə oyun bizim üçün çox yaxşı başladı. Üst-üstə çox yaxşı hücumlar qurduq. Sonra standart vəziyyətdən qol buraxdıq. Ondan sonra biraz oyunumuz pozuldu. Birinci hissənin yarısından, ortasından sonra istədiyimiz oyun getmirdi, amma ikinci hissə tamamen istədiyimiz futbol gedirdi. Çox sağlı hücumlar edirdi. Rəqibin müdafiəsini yarmağa çalışırdıq. Sonda standart vəziyyətdən alındı. Və düşünürəm ki, oyunun gedişatını nəzərə alsaq və mümkün futbol şəraitini nəzərə alsaq, bugünkü nəticəni də pozitiv qeyd eləmək olar. Bəli. Meydançanın quruluyla bağlı sözlərinizi eşitmək istəyirəm. Bir də oyundan qabaq səhvlərlə sulamaya bağlı etiraz edirsiniz. Yox, etiraz eləmirdi. Yağışa görə bildirirdi ki, bəlkə yağış yağıcı meydançanı sulamıyor. Çünki son oyunda hamımız şahid olmuşduq. Meydança nə qədər sürüşkən idi. Yəni, könül istəyər daha yaxşı olsun, amma indi belə deyək, bugün real vəziyyət budur. Bu meydançada oynayırıq. Bizdən qabaq da komandalar burada oynayıb, Sumqayıt. Biz də burada oynadık. Bizdən sonra da burada oyunlar keçiriləcək. O yüzden də çox da şikayət eləmək istəmirəm. Amma hər birimiz istərik, rəqib komandalarında bizim də stadionumuz, meydançamız, otörtü daha keyfiyyətli və səviyyəli olsun. O zaman futbolumuz, klublarımız daha sürətli inkişaf edəcək. Amma bu qəti şəkildə İmişlinin uğurlarına kölgə salmır. Çünki yaxşı meydançalarda da yaxşı futbol nümayiş etdirib, bu illəri çox uğurlu start götürüblər çempionata və o yüzden də onların da haqqını ödəmək lazımdır. Əzmkar, yaxşı bir komanda formalaşdırıblar. Gələcək oyunlarda onlara uğurlar arzulayıram. Biz də, yəni, yenə deyirəm, ilk hissədə çox yaxşı başlamışdıq, qol buraxdıq. Ondan sonra çox sayılı hücumlar elədik. Oyunun sonunda fərqləndi. 1-1 istərdik qələbə qazanaq, amma bizim üçün bugün gedişata görə bərabərlikdə qənaət bəxşdir. Bir də Şamaxının oyundan sonra demişsiniz ki, mən daha çox İmişliylə oyun qazandırır. O səhvdə bir şey demişdim. Yəni, oyun bitib, artıq məni, belə deyək də, İmişliylə oyun qayğılandırır. Qayğılandıyanlara deyək, daha güclü rəqibli yaxşı qol buraxmaq. Bəli. İndi necə o qayğı getdi üzərinizdən, yoxsa? Yox, təbii olaraq, yəni o zaten oyunun gedişatı və yaxud 1-0 geriyə düşməyimizin rəqib son dövrlərdə çox uğurlu qollar vurur və biz də oyun öncəsi analiz etdikdə rəqibi bu məqamı vurğulamışdıq ki, yəni uğurlu qollar vururlar, o yüzden də diqqətli olmaq lazım. Hər situasiyadan görürsən ki, outdan olsun, kornerdən olsun, cinah cərimə zərbələrindən olsun ki, qolları çoxdur, vurublar və bizə də elə bir qol vurdular və oyunun gedişatını nəzərə alsan, elə qayğımız da özünü doğrultdu. Ümumiyyətcə, belə oyun zamanı zədələnən futbolçular haqqında dərhal məlumat vermək çətin olur. Hər zaman olduğu kimi standart prosedur, sabah yəqin ki, MRT-dən keçəcək, ondan sonra biləcək. Amma yəqin ki, nəsə var ki, oyundan çıxacaq şəkildə oldu.